Allah sizin savabınızı artırsın, möhtərəm şeyx. Bəziləri filankəs belə etdiyinə görə və filankəs də ondan bu sözü eşitdiyimə görə kafirdir deyirlər. İnsan sadəcə etdiyi bir əmələ görə kafir mi sayılır? Yoxsa küfür edən insan kafir sayılmaya da bilər? Qardaşım, bunlar fərqli məsələlərdir. Əvvəla kiməsə küfür kəlməsini aid edən müsəlman gərək uca Allahın bu sözünü xatırlayıb Allahdan qorxsun. Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allahın açıq-aşkar bir haqq olduğunu biləcəklər. Bu ayələr böhtanla bağlı hekayənin sonunda varid olmuşdur. Ondan əvvəlki ayədə buyurulur: zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları çox böyük bir əzab gözləyir. Əgər zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edərək onlara böhtan atan kəsləri belə şiddətli əzab gözləyirsə və onlara bu cür dəhşətli cəza vəd verilmişdirsə, müsəlmana kafir deyərək həqiqətdə onu İslam dinindən çıxardan kəsin aqibətiniz olacaq. Ey qardaşım, hər eşitdiyin sözə və ya şahidi olduğun əmələ onun küfür olmasını aydınlaşdırmayınca küfür hökmü vermə. Ola bilər ki, insan səhv bir əməlin düzgün olduğunu güman edərək onu icra etsin və ya səhv bir sözü doğru zənn edərək söyləsin. Təkəbbürlü inadkara gəlincə onun hökmü başqadır. Məsələn, batili doğru sayıb ona uyğun əməl edən hər hansı bir şəxs ona haqq və hidayət yolu bəlli olduqdan sonra səhvini başa düşər və haqqa qaydar. Ola bilsin ki, söz və ya əməl özlüyündə küfr olsun. Lakin bu sözün və ya əməlin sahibinə gəldikdə isə onun halını araşdırmaq lazımdır. والقول قد يكون كفرا في نفسه لكن فاعل هذا الشيء لا بد أن ننظر في أمره يدل على هذا. Buna Muaz ibn Cəbəlin Peyğəmbəri, ona Allahın salavatı və salamı olsun, gördükdə ona səcdə etməsini dəlil gətirmək olar. Muaz Peyğəmbəri təzim etməyin Allaha təzim olduğunu hesab edərək ona səcdə etmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm ona buyurmuşdur: əgər bir şəxsin digərinə səcdə etməsini əmr etməli olsaydım, qadının öz ərinə səcdə etməsini əmr edərdim. Çünki ərinin onun üzərində böyük haqqı vardır. Muaz Peyğəmbərə səcdə etməyə icazə istədi, yoxsa ona səcdə etdi. Bu əməl, Peyğəmbərə səcdə etmək və ya onu icra etməyə icazə istəmək küfürdür. Əgər icazə ver sənə səcdə edim sözünün həqiqi mənasını anlayaraq desəydi, bu küfür sayılardı. Lakin bu əməli Allaha ibadət sayaraq edən şəxsə onun bu işinin ibadət olmadığı açıqlanmalıdır. Yəni, ola bilər ki, insan hər hansı sözü və ya əməli cahilliyi ucbatından etsin. Bu halda ona haqqın nə olduğu bildirilməli və doğru yol izah olunmalıdır. Yəni, bu təkfir etməyə mane olan səbəblərdən biridir. Bəli, burada sözü söyləyən və ya əməli edən şəxsin nə səbəbdən belə deməsinin araşdırılmaması nəzərdə tutulur. Allah sizin savabınızı artırsın, möhtərəm şeyx. Daimi elmi araşdırmalar və fitvalar mərkəzinin daha üstün sayılan, sizin də üstün hesab etdiyiniz namazı qılmayanın kafir olması haqqında fitvası vardır. Həmin fitva üzərində çoxsaylı məsələlər qurulmuşdur. Məsələn, namaz qılmayanla arvadının boşanması və s. Biz bir şəxsə kafir qərarı verdiyimiz zaman artıq ona müxtəlif hökmlər tətbiq edilməlidir. Belə olan təqdirdə, bu hökmlərin icrası üçün şəxsə kafir qərarı verməyə kimin səlahiyyəti çatır?
Ey qardaşım, əsas olaraq, məsələn, namazı qılmayan kafirdir deməklə yanaşı, biz bu hökmü ona nə zaman veririk? Əslində Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, namazı qılmayanı vəsf edərkən onun küfr etdiyini buyurmuş və beləliklə də küfr sözünü ona aid etmişdir. Quran və sünnədə varid olan dəlillərdə də namazı qılmayan, küfrə yol verən kimi vəsf edilmişdir. Uca Allah buyurur: Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Bundan irəlidəki ayədə isə buyurulur ki, onları sərbəst buraxın. Ayə dəlalət edir ki, qardaşlıq yalnız tövbə etdikdən sonra namaz qılmaq və zəkat verməklə olur. Həmçinin sərbəst buraxmaq da bunları yerinə yetirdikdən sonra olur. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurmuşdur. Bizimlə onlar arasında əhd namazdır. Kim onu tərk edərsə artıq küfr etmişdir. Alimlər məhz burada ixtilaf etmişdir. Hədisdəki küfrə görə insan ümmətdən kənar sayılmırmı? Və namazı qılmadığına görə İslam dinindən üz çevirən mürtəd olurmu? Yoxsa bu küfr insanı ümmətdən kənar etməyən və etiqadla bağlılığı olmayan əməli küfürdür. Alimlərin bu haqda iki məşhur rəyi vardır. İbn Əl-Qeyyim, Allah ona rəhmət etsin, Namaz adlı kitabında bu iki rəy barədə danışmışdır. O, təkfir edənlərin və təkfir etməyənlərin dəlillərini qeyd etmişdir. Mövzunun ağır olduğunu və eləcə də araşdırmalardakı çətinlikləri görən İbn Əl-Qeyyim hansı rəyin daha doğru olduğu haqda qərar verməmişdir. Lakin o, son olaraq buyurmuşdur. Həqiqətən küfrün də, imanın da, nifaqın da mərtəbələri vardır. İbn Əl-Qeyyim bu cür danışmaqla məsələnin çox təhlükəli olduğunu və kafir hökmü verənin böyük məsuliyyət daşıdığını bildirmişdir. Namaz qılmayanın kafir olduğunu söyləyənlər olsa belə, bu kimi hökmlər yalnız hakim tərəfindən verilə bilər. Əgər hakim açıq-aşkarda hökm kəsməzsə, həmin şəxsə kafir qərarı vermərik. Namaz qılmayanın dindən kənar olduğunu söyləyənlərin namazı qılmamaq küfürdür sözlərindən sonra ona hansı hökmlər tətbiq edilir deyə soruşduqda onlar deyir: meyti yuyulmaz, cənazə namazı qılınmaz, müsəlman qəbristanlığında dəfn olunmaz, arvadı ona, o da arvadına əgər ondan öncə ölərsə miras qoymaz. Bu hökmlər namaz qılmayana kafir qərarı verənlərindir. Namazı qılmamağın insanı dindən kənar etməyən küfr olduğunu deyənlər isə belə hökmlərə əsaslanmırlar. Ona görə də bu cür məsələləri yalnız şəriət hakimi araşdıra bilər. Hakimin mübahisələrə son qoyan qərarı olmadan qeyd edilən hökmləri kiməsə aid etməyə heç bir insanın səlahiyyəti çatmır. Möhtərəm şeyx, yəni bu yalnız alimlərə məxsusdur? Bəli, yalnız alimlərə məxsusdur. Çünki mən özüm bundan çəkindirirəm və dəlilləri bəyan edirəm. Lakin onun tətbiqi yalnız şəriət hakiminə aiddir. O hansı rəyi doğru hesab edirsə ona uyğun hökm verir. Həqiqətdə bəzi alimlərə görə namazı qılmayana küfr hökmü vermək üçün mütləq onun namazı tam tərk etdiyini bilmək lazımdır. Mövzuya diqqətlə nəzər salsan və düşünsən görərsən ki, mən filankəsi ildə və ya ayda 5 dəfə izlədim və onun namaz qıldığını görmədim sözlərini heç kəs söyləyə bilməz. Bunun üçün tam sübuta yetmiş hökm olmalıdır. Gərək müsəlman insanlara şəriət hökmlərini bəyan etsin. İzzət və cəlal sahibi olan Allah öz qullarına himayədarlıq edər. Allah savabınızı artırsın. Möhtərəm şeyx,